biz görə bilərik ki, elektrik avtomobillərin satışı 6 dəfə artıb. Elektromobillərin xərcləri çox azdır. Ümumi avtomobillə hərəkət eləyirdik və Laçında nə səsə səbəb olduq, nə əlavə karbon qazının, belə deyək, havanın çirklənməsinə səbəb olduq. Saat yarım 3 saat zərərdə vaxtınız gedir. İstehsal olunduqları ölkə, görünüşləri və modelləri fərqli olsa da, bu maşınların ortaq bir cəhəti var. Onların hamısı elektromobildir. Bu isə o deməkdir ki, həmin avtomobillər təbiətdə heç bir zərər vurmur və ekologiyanın yollardakı dostu sayılırlar. Hazırda burada toplaşan elektromobil sahibləri gedəcəkləri marşrutu və proqramı müzakirə edirlər. Səfərin təhlükəsiz və rahat olması üçün hər kəsin planlı şəkildə hərəkət etməsi vacibdir. Maraqlısı isə budur ki, bu səfər sıradan bir səyahət deyil. Onu fərqli və özünə məxsus edən səbəblər var. Elektriklə çalışan avtomobillər yaşıl enerji zonası olan azad edilmiş ərazilərə yola düşür. Bu elektromobil yürüyüşü yaşıl enerji zonası elan olunan ərazilərin havasına, təbiətinə, avtomobil sahiblərinin özünə məxsus dəstəyidir. Bakıdan Şuşaya məsafə çox olduğu üçün elektromobillər bir qədər məsafə qət edəndən sonra enerji toplamaq üçün şarj stansiyasında dayanırlar. Ənənəvi yanacaq doldurma məntəqələrindən fərqli olaraq, şarj stansiyasında hansısa xüsusi təhlükəsizlik tələbləri də mövcud deyil. Qısa zamanda şarj edilən avtomobillər yenidən yürüşə hazırdılar. Azad olunmuş əraziləri sıra ilə ötüb keçən elektromobillər artıq Qarabağın incisi olan Şuşaya yaxınlaşır. Şuşanın havası hər zaman təmizliyi ilə seçilib. Bu dəfə buranı öz avtomobilləri ilə ziyarət edən sürücülər də şəhərin havasına xüsusi həssaslıqla yanaşıblar. Belə ki, bu maşınlar yanacaqla işləmədiyi üçün atmosferi zərrə qədər də olsa çirkləndirmiş. Yürüşdə 23 avtomobil hərəkət etsə də, mədəniyyət beşiyi sayılan Şuşada elektromobillər tam səssiz olaraq hərəkət edirlər və sanki şəhərə heç bir avtomobil daxil olmayıb. Şuşaya gəlib İsa bulağına baş çəkməmək isə yəqin ki, mümkün deyil. Bu tarixi bulağın ətrafında cəmləşən yürüyüş iştirakçıları ətraf mühitə heç bir zərər vurmadıqları üçün özlərini daha rahat hiss edirlər. Şuşadan sonra isə istiqamət Şərqi Zəngəzuradır. Şuşadan yola çıxan yürüyüş iştirakçılarının növbəti ünvanı Laçın şəhəridir. Şuşa-Laçın yolunda hərəkət edən elektromobillərin sahibləri Laçına təbiətin dostları kimi daxil olacaqlar. Laçına gedərkən dolaylardakı bu mənzərə isə göz oxşayır. Boyunbağını xatırladan yola inci kimi düzülən avtomobillər Laçına doğru hərəkət edərkən bu maraqlı təsviri əmələ gətirirlər. Elektromobillərin Bakıdan başlayan yürüyüşünün son dayanacağı Laçın şəhəri olur. Bu yürüyüş təkcə təbiətə dəstək yox, həm də elektromobillərin gücünə olan inamın uğurlu sınağıdır. Azad olunmuş ərazilərə yürüyüş ideyası necə meydana gəldi? Burada əsas çatdırılmaq istənilən mesaj ondan ibarətdir ki, elektrikli avtomobillərlə biz hər zaman uzaq məsafələrə gedə bilirik. Çox rahat şəkildə gedə bilirik. Tək bir şəxs olaraq da, tək bir avtomobil olaraq da bu məsafələri davamlı şəkildə hərəkət eləyə bilirik. Bu bizim başlıca olaraq belə deyək mesajımızdır ki, elektrikli avtomobillər daxili yanma mühərrik avtomobillərindən əslində o qədər də seçilmir. Hazırda Azərbaycanda enerji doldurma məntəqələri ilə olan bağlı infrastruktur da
getdikcə artmaqdadır. Hələ də ancaq yenə də insanların ağlında elektromobillə uzaq məsafəyə getmək riskdir, çətindir və sair kimi suallar qalırdı. Əsas məsələ biz onlara, hər kəsə biz göstərmək istədik ki, nəinki biri elektromobillə, biz 23 elektromobillə hətta Azərbaycanda həm relyefi çətin, həm də uzaq bir məsafə olan Laçına belə rahat şəkildə gələ bilirik. Elektromobillərin Bakıdan Laçına yürüşü hər bir iştirakçı üçün özünə məxsusluğu ilə yadda qaldı. Çox maraqlı bir nüans yarandı bugün ki, həqiqətən o nüans hər kəs üçün çox xoş oldu. Həm iştirakçılar üçün, həm Laçın sakinləri üçün. Çünki biz Laçın şəhərində 23 avtomobil düzülərək karvan şəklində hərəkət elədiyimizdə Laçının səssizliyinə əlavə mühərrik səsi qatmadan, əlavə karbon dioksid qazı qatmadan 23 avtomobillə hərəkət eləyirdik və Laçında nə səsə səbəb olduq, nə havanın çirklənməsinə səbəb olduq və 2 gün müddətində möhtəşəm bir yürüşümüz, tədbirimiz həyata keçirildi. Elektromobil istifadə etmək bir seçimdir. Ancaq texnologiyanın sürətlə inkişaf etdiyi bir dönəmdə bu cür maşınlara sahib olmaq üçün səbəblər getdikcə çoxalır. Yəni neçə ildir elektromobil istifadə edirsiniz və nə üçün bu tipli avtomobil almağı seçmisiniz? Mən artıq 3 ildir elektromobil istifadə edirəm. Həm səmərəlilik baxımından, həm də təbii ki, sərfəlilik baxımından mənim üçün çox uyğundur. Bu qəbildən olan avtomobillərə marağınız nə zaman, necə yarandı? Niyə bu avtomobilləri almaq qərarına gəldiniz? Təqribən elə 3 il əvvəl yeni avtomobil almaq qərarına gəldik və baxdıq ki, elektromobil avtomobillər təbiət üçün çox yararlı, ətraf mühit üçün çox yararlı avtomobillərdir. Çünki karbon emissiyasını kifayət qədər azaldır. Bilirsiniz ki, hal-hazırda çox qlobal istiləşmə var və bu istiləşmənin qarşısını almaq üçün bu da bir təkandır deyə düşündük. Neçə ildir elektromobil istifadəçisiniz və nə üçün bu qəbildən olan avtomobili almağa üstünlük vermisiniz? 2 ildir elektromobil sürürəm. Əsas almaq səbəbim o idi ki, həm ekologik baxımdan təmizdir, həm ucuzdur sərfiyyat baxımından. Maşın özü də geniş, səssizdir. Benzin maşınının xərcləri bu maşında elektromobildə yoxdur. Yəni ən əsas səbəblər bunlar idi. Texnologiyanın sürətli inkişafı ənənəvi avtomobillərdən fərqli olaraq elektromobillərdə böyük həcmdə xərclərə qənaət etməyə imkan verir. Avtomobil mütəxəssisi Elçin Abbasovun fikrincə, elektromobillər bir sıra texniki göstəricilərinə görə digər maşınlardan fərqlənir. Elektromobillə ənənəvi avtomobillərin təmir xərclərini necə müqayisə edərdiniz? Belə müqayisə etsək, elektromobillərin xərcləri çox azdır. Səbəb ondan ibarət ki, burada yağ yoxdur. Burada bunun bir çox sistemlər var ki, yanacaq sistemi yoxdur. Hansı ki, tutulmalar ola bilər, yağın dəyişilməsinə ehtiyac olur. Bundan əlavə titrəyiş daha çox olur və bu səbəbdən də avtomobildə nasazlıqlar əmələ gələ bilir. Ötürmələr qutusu, bu da bir dərdli problemdir hamı üçün. Yəni, onlar yoxdur. Elektromobil deyəndə biz bəzən çox qəliz qurğuları nəzərə alırıq. Amma nəzərə alsaq ki, elektromobil elə adi uşaqların parklarda sürdüyü maşınlar kimi bir şeydir. Sadəcə bu daha professionaldır. Burada təhlükəsizlik nəzərə alınıb, burada sürət, burada güc nəzərə alınıb. Ona görə də elektromobil avtomobillərin içərisində ən sadəsidir. Elektromobillərdə texniki baxışdan sonra başqa hansı xidmətlərə ehtiyac olur? Əsasən bu akkumulyatorun oturması ilə əlaqədar olan problemlərdir. Bunun da səbəbi vaxtında şarj olunmamasıdır. Məsələn, elə avtomobillər var ki, onlar tələb edirlər ki, avtomobil akkumulyatorunu tam olaraq doldursun. Çünki tam olaraq dolduqdan sonra orada balans prosesi gedir və hər bir akkumulyatorun içərisində olan hücrə dolur və o dolduqdan sonra artıq balans normallaşır. Amma balans olmadığı halda akkumulyatorun ömrü qısalır və bəzən problemlər yarada bilir. Elektromobil istifadəçilərinin bu cür maşın almaq istəyi olan, ancaq tərəddüd edənlərə tövsiyələri də var. Əgər həyət evində qalırlarsa və yaxud da binada qalsalar belə davamlı gündəlik saxlamaq
üçün şəxsi park yerləri, dayanacaq yerləri varsa, elektromobilə keçid edə bilərlər. Bu onlar üçün komfort və daha sərfəli olar. Və bildiyimiz kimi Bakı şəhəri xaclı olduğuna görə elektromobilə üstünlük təmiz hava üçün də çox önəmlidir. Hansı ki biz hər birimiz ortalama gündəlik yarım saat 45 dəqiqəmizi ən azı probkada keçirdirik və bu ekoloji təmizlik üçün çox böyük bir göstəricidir. Siz elektromobil istifadə eləsəz, bir o qədər daha çox havanın təmizliyinə dəstək olmuş olarsınız. Tövsiyələrim ondan ibarətdir ki, onlar da ən qısa zamanda elektromobilə keçmək haqqında düşünsünlər. Çünki bu həm onlar üçün, büdcələri üçün faydalıdır, həm də təbiətimiz üçün faydalıdır. Elektrik enerjisi ilə çalışan bu maşınların istifadəsi zamanı qarşıya çıxan problemləri həll etmək zərurəti onlardan istifadə edənlər arasında həmrəyliyi də artırır. Nəzər Nəsirzadə elektromobillərin şarj stansiyalarının yerlərinin asanlıqla tapılması üçün bu cür avtomobili olanlara dəstək məqsədi ilə maraqlı bir addım atıb. Bildiyim qədərilə bu şarj stansiyaları ilə bağlı yeni bir aplikasiya yaratmısınız. Bu aplikasiya barədə daha ətraflı öyrənmək istərdik. Plugpoint adında bir Telegram botum var. Orada Azərbaycanda olan şarj stansiyalarının yerini hamısını vahid bir platforma üzərindən göstərir həmin proqram. Ona yaxın şirkət var və hərəsinin öz mobil proqramı var. Hər birinə aylarla girib stansiyaların yerini axtarmaq çətin olur, vaxt alan prosesdir. Mən də düşündüm ki, bunların hamısını bir vahid platformaya toplayım və bu Plugpoint botu yaratdım. Bir neçə il öncə yollarda nadir hallarda rast gəlinən bu cür avtomobillərin nəzərə çarpacaq dərəcədə çoxalmasının maraqlı səbəbləri var. ADA Universitetinin enerji məsələləri üzrə professoru Orxan Kərimzadə düşünür ki, burada həm ölkə daxili, həm də beynəlxalq amillər önəmli rol oynayır. Orxan müəllim, hazırda dünya elektromobil bazarında tendensiyanı və onun Azərbaycana təsirlərini necə qiymətləndirirsiniz? Biz son illərin rəqəmlərinə baxsaq, məsələn 2023-cü, 2024-cü ilə baxsaq 17 milyondan çox elektrik avtomobilləri satılıb dünyada və eyni zamanda da bu ümumi elektrik satışının 20%-ni təşkil edir və bu son illər artmağa davam edib. Ondan əvvəlki illər bu rəqəmlər çox aşağı olub. Eyni zamanda da elektrik şarj stansiyalarının artmağını da biz müşahidə edirik. Bunun da təbii ki səbəbi bu elektrik avtomobillərin sayının artmasına bir-biri ilə əlaqəlidir və dünyada biz görsək son 2024-cü ildə 1.3 milyon şarj stansiyaları qurulub və bu 30% artıb təkcə 2024-cü ildə. Elektromobillərin sürətlə populyarlaşması sizcə nə ilə bağlıdır? Qiymət azalmasını da biz çox sürətlə görürük ki, xüsusən Çin bazarında avtomobillərin qiyməti azalır. Bunun səbəbləri də texnoloji inkişafdır. Çünki elektrik avtomobillərinin ən çox qiymət aparan komponentləri batareyalardır və güc elektronika çeviricilərdir, invertorlardır və digər çeviricilərdir. Və bu sahələrdə çox böyük tədqiqatlar gedir dünyada və biz görsək buna milyonlarla yatırımlar ayrılır bu tədqiqatlara, həm batareyalara, həm də bu çeviricilərin tədqiqatlarına. Bu da təbii olaraq öz nəticəsini göstərir və batareya texnologiyaları da ucuzlaşır ildən ilə. Eyni zamanda güc elektronika qurğuları da ucuzlaşır və bunların ucuzlaşması avtomatik olaraq elektrik avtomobillərinin ucuzlaşmasına gətirib çıxarır. Azərbaycanda elektromobillərə sürətlə artan marağı hansı rəqəmlərlə əsaslandırmaq olar? 2019, 20, 21-ci illərə baxsaq bu rəqəm o qədər də yüksək deyil, amma 22-ci ildən 24-cü ilə qədər 2 illik müqayisəyə baxsaq biz görə bilərik ki, elektrik avtomobillərin satışı 6 dəfə artıb. Bu da çox böyük rəqəmdir və bunun da müxtəlif səbəbləri var. Həm qiymət komponenti burada önəmli rol oynayır ki, rəqabətli Çin bazarından istehsal olunan avtomobillərin qiymətləri daha münasib olduğu üçün əhali üçün bu daha əl çatandır. Digər səbəblərdən biri infrastrukturun inkişafıdır. Biz 5 il öncəyə baxsaq ölkədə bir neçə şarj stansiyası var idisə, artıq bu onlarla saya bilərik. Bu da elektrik avtomobillərinin inkişafına çox böyük təsir göstərir. Eyni zamanda da ölkədə qəbul olunan qanunvericiliklər və müəyyən təşviq mexanizmləri də buna çox böyük təsir eləyir. Çünki biz görə bilirik ki, son illərdə idxal faizi, rüsumları 15%-dən 0%-ə endirilib elektrik avtomobilləri üçün. Bu çox böyük üstünlükdür və çox böyük təşviq edici mexanizmdir. Eyni zamanda elektrik avtomobillərin həm satışı, həm idxalı ƏDV-dən azad olunub. 5 il sonra Azərbaycan avtomobil bazarında elektromobillərin payını neçə faiz görürsünüz? 20-25 və yaxud maksimum 35%-ə qədər elektrik avtomobillərinin faizini görə bilərik. Ümumi elektrik avtomobil satışında Azərbaycanda. Yaşa Azərbaycan.
Laçında başa çatan elektromobil yürüşü iştirakçılara təqdim olunan sertifikatlarla yadda qalan bir ana çevrildi. Bu yürüş çətin relyefinə, uzaq məsafəsinə görə azad olunmuş torpaqlara elektromobillə gəlməyə tərəddüd edənlərə cəsarət verən bir başlanğıc oldu. Yaşıl enerji zonası olan Qarabağda yaşıl enerji ilə çalışan avtomobillər təbiətlə tam harmoniya şəklində hərəkət edir. Bu isə o deməkdir ki, gələcəyin ekomaşınları sayəsində Şərqi Zəngəzurun və Qarabağın da havası tam təmiz qalacaq.